Günü Azərbaycan anlayışı Azərbaycan anlayışı deyil. Bu anlayışda bir bölücülük var. İran adlanan Azərbaycan başdan başa Azərbaycandırsa, niyə güneyi olmalıdır? Onun batısı da bizimdir, doğusu da hər yeri də. Məşhəd bizimdir, Xorasan bizimdir. Aylan bəy, nə bilirsiniz ki, o yanış harada daha çox? Xüsusi Məşhəddə, orada ayrı-ayrı Türk bölgələrində o yanışları görürsünüz. Siz Qaşqay bölgəsində ayrı-ayrı YouTube kanallarında olan açıqlamaları dinləmişsiniz yəqin ki. Nə qədər ciddi o yanış var Qaşqay bölgəsində. Və bütün onun kimi Türkmən səhrada, Xorasan illərində. Bütün İran adlanan Azərbaycana, İlhan bəy, bunu mən deyirəm, çox elə bilər ki, biz zarafatçad eləyirik. 60-65 milyon Türk var. Biz kimi, haranı bölürük, haranı parçalayırıq İlhan bəy? Harası Güney Azərbaycandır? Sualıma gəlsinlər, cavab versinlər. Pişəvərinin cızdığı xəritə Azərbaycan xəritəsi ola bilərmi? Əgər o Moskva tərəfindən cızılibsə. Azərbaycan, İran adlanan Azərbaycan elə Azərbaycandır da. İranın Azərbaycan olması uğrunda bizim mübarizə aparırıq. Aylan bəy, nə Güney Azərbaycan? Mövzunu düz dəyərləndirməliyik. Bəziləri elə danışır, elə bir sən akademikdir, deyir, yox, mən belə əlaqə saxladım, o belə elədi. İran adlanan Azərbaycanda inkişaf və dəyişkənliklər, gözə görünməz elə amillər var ki, orada daha çox güclü gedir. Siz elə bilirsiniz ki, traktor takımına 100 minlərlə adam çıxır, ha? Orada İran adlanan Azərbaycan türklərinin marşalları iştirak eləmir, generalları iştirak eləmir, əyatullaları iştirak eləmir. Bildiniz mən nələr danışıram? Sadə məsələ deyil. Pezişyan birinci gün Bakıya gəlir, doğru mu? Ayın 28-i. Evet. Yanında gələnlərin böyük əsəriyyəti Azərbaycan türkləridir, doğrudurmu? Evet. Bütünlüklə türkdür də, belə deyək. Bir neçə də əyalət valiləri gəlir. Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Şərqi Azərbaycan, doğru mu? Onların içində marşallar, generallar gəlir. Siz İran adlanan Azərbaycan və Türk deyəndə tək traktor takımını nəzərdə tutmayın. Oradakı bizim bugün Türk millətçiləri olan gəncliyi nəzərdə tutmayın. Böyük amillər var İlhan bəy. Sizə bir şey deyim. Siz Azərbaycan tarixini bilən adamsınız, doğru mu? Yaxın tariximizdən, Quzeydən danışıram. Azərbaycanda 88-ci ildə xalq hərəkətlənməsi var idi, düzdürmü? Yanlış bəli. Heydər Əliyev də Moskvadaydı, doğrudurmu? Heydər Əliyev Moskvada olsa belə xalq hərəkatında iştirakı var idi ya yox idi? Təbii ki. İndi düşünün ki, İran adlanan Azərbaycanda nə qədər bizim soydaşlarımız var belə. Bildiniz nədən danışıram? Biz kiçik millət deyil İlhan bəy, biz böyük millətik. Bizim hər qatdan böyük adamlarımız çıxır. Biz hər yerdə özümüzü görməyə bacarmalıyıq İlhan bəy, dəyərləndirməyi də bacarmalıyıq. Və dış güclərin də bizim millətimizin övladlarını üz-üzə qoymağı bacara bilməz. Bugün kimisə nə zamansa rejimin yanında olduğuna görə hansısa marşalı, generalı, hansısa deputatı, hansısa valini bizim öz əlimizlə əzdirə bilməz. Biz özümüz olmalıyıq və olacaq. İran adlanan Azərbaycanda İlhan bəy, millilərlə yatan böyük Türk dövlətinin əxlaq dəyərlərini daşıyan övladları var. Onlar dövlətin içindədirlər. Onlar Türk dövlət əxlaqının nə olduğunu bilirlər və onu hazırlaşırlar. Məsələ bu qədər sadədir. Candır, bəzən Pezeşkiyanı Azərbaycanpərəst, Azərbaycan sevdalığı bir prezident kimi təqdim edir. Sizcə Heydər Baba şeirini deməklə və yaxud da deyək ki, Urmiya gölünün qurudulmasının qarşısını alacağım barədə insanlarla görüşməklə Azərbaycan sevdalısı olmaq mümkündür? İlhan bəy, elə bir olay var ki, o olay tək başına bir inqilabdır. Bir hadisə, bir inqilabdır.
Məsələn, Mübariz İbrahimovun bir gecədə elədiyi qəhrəmanlıq artıq tarixdir. Hadisə bir gecədə olub, düzdürmü? Təbii ki. Amma o hadisənin özü böyük Türk millətinin qüdrətinin simvoludur, doğrumu? Biz hadisəyə artıq Mübariz İbrahimov çərçivəsindən çıxıb başqa bir kontekstdə yanaşır, doğrumu? Hər bir Türk özünü Mübariz İbrahimov kimi hiss edir də. Hiss edirsə, deməli bizim nə qədər qəhrəmanlarımız artıq potensial qəhrəmanlarımızdan söhbət edirəm İlhan bəy. Onlar var artıq, düzdür. Onun kimi mədəniyyətdə inqilab olur birdən. Belə bir mədəni hərəkətlənmə olur ki, bir dənə inqilaba çevrilir. Onun kimi də bir şeir bir inqilabdır. Rəcəb Tayyib Ərdoğan 15 dekabr idi, eləmi? Bakıda parad. Bəli. Orada bir şeirin bir bəndini dedi. İnqilab olmadı. Oldu. Da nə Çox deyirsiniz? böyük bir. Bildiniz nə demək istəyirəm İlhan bəy? İndi Sayın İlham Əliyev bir Təbrizim şeiri desə necə olar? Təsəvvür edin ki, İlham Əliyev tədbirlərin birində bir Təbrizim şeiri deyir. Bir şeir, bir ifadə gör nələri dəyişir İlham bəy. Təsəvvür edin. Ona görə hər bir hadisənin mənəvi, tarixi əhəmiyyətini doğru və düzgün dəyərləndirməyi biz bacarmalıyıq. Bir Türk həyatında bir addım atıb, o addımı millətin xeyrinə böyük inqilab dəyişkənlik yaradıbsa, biz onu dəyərləndirməyi bacarmalıyıq. Hələ irəlidən hansı proseslərdə iştirak edəcək, o sorudur. Amma bu günə qədər artıq böyük görülüb. Kim nə deyir desin? Hələ siz hazırlaşın Bakı görüşünə. Sayın Əliyevlə Pezişkiyanın türkçə danışmasını, mətbuat konferansında verilən suallar. İlhan bəy ondan sonra yadınızda da bir daha bir tədbirdə desin Pezişkiyan Azərbaycan dilində şeir dedim, onun qarşısını aldılar, imkan vermədilər. Gördünüz, sonra başqa şeirlər çıxdı, sonra başqa şeylər çıxdı, artıq o adiləşdi. Bir şeirə qarşı çıxan fars faşizm artıq şeirlərin qarşısında dura bilmir. Artıq Pezişkiyan Türk bölgələrinə gedəndə Türk dilində danışır, heç kimlə də çəkinmədən. Amma dünənə qədər ehtiyat eləyirdi. Özü deyirdi ki, biraz ehtiyat eləyirəm. Amma çox tez deyirlər ki, güya istefa verdi və yaxud istefa verəcək. Onun arzulardır, kimlərin arzusudur. Yəni deyirsiniz... Pezişkiyanın haqqı yoxdur istefa vermək. Yəni deyirsiniz, Başmolla ona sərbəstlik verib. Aynen Başmollanın bizə ehtiyacı olacaq. Aynen bir gün... Dövləti idarə edən... Aynen bir gün Başmolla sən İlham Əliyevə müsahibə verməz onda. Mən bundan heç zaman müsahibə etmirəm. Mən sənə deyirəm ki, sevə-sevə alacaq. Niyə? Mənim xoşun gələcək ki, soyumdan kökümlü olanlara Aylan bəy bir dəqiqə özür istəyir. Neçə uşaqların Aylan bəy istəyir minlərlə adam öldürsün, eşidirsənmi? Oğlum ki, müsahibə alacaq. Aylan bəy siyasi proses elə bir mərhələyə gələ bilər ki, o elə bir açıqlama verə bilər ki, sən ondan sual vermək istəyərsən ki, bu sualı verim, bəlkə o sualın ilk dəfə mən bəlkə verdim və bəlkə də ilk cavabı mən alacam, anlayışı çıxacaq ortaya. Tələsməyin bəy. Bölgədə elə dəyişkənliklər, elə proseslər gedir ki, hər an hər şey dəyişə bilər. Hər an bütün bəşəriyyət dəyişə bilər. Və Azərbaycan hər an mahiyyətini tam mənada ortaya qoya bilər. Və ona doğru biz gedirik. Ona görə bu gün onu bunu qamçılamaqla, vurmaqla, kəsməklə, asmaqla iş etmir İlhan bəy. Tarixin öz axarı var. Biz o axarın içərisində prosesləri doğru və düzgün dəyərləndirib elə mövqe sərgiləməli ki, o təkərin altına özümüz düşməyək. Əksinə sağ çıxaq. Özümüzü düşünməliyik birinci. Prosesin qarşısını heç kim ala bilməz. Nə Xamneyi alar, nə Pezişkiyan ala bilər. Proses böyük prosesdir. Bir millətin öz-özünü idarə etmə prosesindən gedir söhbət. Və o millətin ruhunun bütünləşməsindən söhbət gedir. Ruhunun fiziki bütünləşməsindən söhbət gedir. Ruhu bütövdür, o ruh milləti fiziki mənada bütünləşdirmək istəyir. Onun qarşısına kim dura bilər İlhan bəy, o enerjinin? Qutarı götür.